Hörmətli izləyicilərimiz, bugün sizin üçün Bakı şəhəri Yasamal rayonu ərazisində Yeni Yasamalda 4 otaqlı satışa çıxarılmış mənzilimizin satış təqdimatını həyata keçiririk. Mənzilimizin giriş hissəsindən solda yataq otağı yerləşir. Bu yataq otağı uşaqlar üçün nəzərdə tutulmuşdur. Qeyd edim ki, mənzilimizin otaqları hər biri geniş və işıqlı bir görüntüyə malikdir. Mənzilimizin ümumi yaşayış sahəsi Kupçada 138 kvadrat qeyd olunmuşdur, amma sənəd müqaviləsində isə 165 kvadratdır. Mənzilimizin solda giriş hissəsində gördüyünüz kimi geniş bir zal hissəsi yerləşir. Zal hissəsi mənzil sahibinin zövqünə uyğun olaraq xüsusi işləmələrlə təmir olunmuşdur. Zaldan sol hissədə isə qeyd edim ki, mənzilimizin ikinci bir uşaqlar üçün nəzərdə tutulmuş yataq otağı yerləşir. Mənzil ümumi 4 otaqdır. 16 mərtəbəli binamızın 12-ci mərtəbəsində yerləşir. İndi isə gəlin növbəti otaqla tanış edək sizi. Bu otaq mənzilimizin növbəti bir mənzil sahibinin zövqünə uyğun olaraq bölünərək yataq otağına çevrilmişdir. Gördüyünüz lüstr və pərdələr bu və eləcə digər otaqlarda yerləşən hər biri mənzilimizin start satış qiymətinə daxildir. Daha sonra mənzilimizin balkon hissəsindən çöl görünüşünə diqqətlə nəzər yetirəcəyik. Buradan baxanda İpək yolu adlanan ərazi binanın yaxınlığından yerləşir və gecə bir xüsusi işıqlı görüntüyə malik olur bu ərazi. Gördüyünüz kimi mənzilimizin qonaq otağı həqiqətən çox genişdir. Zal olaraq ideal təmir olunmuşdur. Zaldan bir qədər sol kənar hissədə bizi mənzilin mətbəx hissəsi qarşılayır. Mənzilimizin mətbəx olan hissəsi istipolla təchiz edilmişdir. Mətbəx mebeli və mətbəx dəsti mənzil sahibinin istəyinə uyğun olaraq bahalı və keyfiyyətli materiallarla təmin olunmuşdur. Və gördüyünüz mətbəx mebeli mənzilimizin satış qiymətinə aiddir. Mətbəxin də özünün birbaşa balkona çıxışı var. Mətbəximiz də sport işıqlarla təchiz olunmuşdur. Mənzilimizin geniş koridor hissəsindən sağda isə digər bir geniş yataq otağı yerləşir. Hansı ki, bu otağın belə deyək, özünün birbaşa balkona və bu yataq otağı üçün nəzərdə tutulmuş sanuzel hissəyə çıxışı vardır. Biz indi sizə həmin o sanuzel olan hissəni göstərəcəyik. Bu yataq otağı xüsusi bir genişliyə malikdir. Sanuzel olan hissəsi də xüsusi zövqlə təmin olunmuşdur. Qeyd edək ki, mənzilimizin sənədləri kupçası tam qaydasındadır, tam paketdir. Alan adamın birbaşa adına rəsmiləşdiriləcək. Mənzillə ciddi maraqlanan şəxslər səhifəmizin əlaqə nömrələrinə yığa bilər. Bura isə mənzilimizin digər bir ikinci sanuzel olan hissəsidir. Ümumilikdə mənzilin 2 sanuzel, 4 otağı vardır. Siz də bu mənzillə yaxından tanış olmaq istəyirsinizsə, bizlə əlaqə saxlayıb mənzilə baxış keçirə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik. Siz də öz mənzilinizin satışını bizə həvalə etmək üçün əlaqə saxlaya bilərsiniz.